Yeri gəlmişkən, siz videoda seçdiniz, bəlkə faydalı oldu sosial şəbəkələrdə baxanlara. Tövbənin lüğəti mənası nədir? Şəri mənası nədir tövbənin? Lüğəti mənası şəri mənasına uyğundur. Lüğəti mənası şəri mənasına müvafiqdir. Tövbə nədir? Lüğəti mənada qayıtmaq. Rucu. Get bax. Tövbə rucu mənasındadır. Qayıtmaq. İndi burada sual çıxır. Qayıtmaq deyəndə şəri mənada da şəri mənası da qayıtmaqdır. Lakin nədən hara qayıtmaq? Tövbə qayıtmaqdır. Hardan hara? Günahdan Allaha. Günahdan itaətə. Bu tövbənin lüğəti mənası qayıtmaqdır. Şəri mənası da müvafiqdir, uyğundur. Şəri mənası lüğəti mənasına üst-üstə düşüb, götürülüb oradan. Qayıtmaqdır. Sual, Rəşad qardaş, nədən qayıtmaq? Asilikdən itaətə. Sən günah edirdinsə, qayıtdınsa savaba, sən tövbə etmirsən, tövbə sayılır bu. Məsələn, mən günah edirəm, düzdür? Bir günahın üzərində israrlıyam. Məsələn, insan söyüş söyəndir. Söyüş söyür, deyir, əstəğfirullah. Söyüş söyür, yenə deyir, əstəğfirullah. Bu tövbədir yoxsa yox? Vərdiş deyil mi? Vərdiş yox. Yəni zahirən tövbədir. Fikirləşirsən, Azər, qayıdıb yoxsa yox? Qayıtmayıb, söyür. Sadəcə söyəndən sonra əstəğfirullah deyir. Yenə söyəcək, yenə deyəcək əstəğfirullah. Bu tövbə edib yoxsa yox? Niyə? Yox, əstəğfirullah tövbə deyil. Onu demək istəyirəm. Bağışlanmaq deməkdir. Tövbə nə idi bəs? Qayıtmaq. Bağışlanmaq yox. Mən nə dedim? Əstəğfirullah yoxsa əstəğfirullah və ətubu ileyh? Tövbədir yoxsa yox? Yox, əstəğfirullah sözü ört deməkdir, ört, gizlət. Yox, əstəğfirullah sözü Allah mənim bağışlı deməkdir. Dua, mücərrəd dua. Bax, məsələn, adam var, içki içsəndir. İçki içir. İçki içəndən sonra əstəğfirullah. Sabah da içəcək. Hər dəfə içəndən sonra mömin də, müsəlman da zəif içir. Yenə deyəcək əstəğfirullah. Bu tövbə edib yoxsa yox? Niyə? Tövbə dedik nədir? Qayıtmaq. Bu ya miskin qayıtmayıb. İçir hələ. Sadəcə içəndən sonra əstəğfirullah dua edir. Əstəğfirullah duadır. Allahım bağışla məni. Nə baş verdi? Qiyamət günü birdən Allah duasını qəbul etsə, bəli. Qiyamət günü birdən Allah duadır da, dua edəndə dua sən bilmirsən Allah qəbul edib yoxsa yox. Sən Allahdan cənnəti istəyirsən. Allahdan falan şey istəyirsən, falan şey istəyirsən. Biri də bağışlanmaq istəyirsən. İçirsən hər dəfə deyirsən əstəğfirullah. Duadır. Birdən qəbul etsə, sən bağışlanmısan. Amma qəbul etməsə, o günah qoyulacaq tərəzinin sol tərəfinə və çəkiləcək hesaba. Və ola bilər ki, sənə ona görə günah verilsin, sən cəhənnəmə düşəsən. Duan qəbul olmayıb. Tövbə nədir? Qayıdış. Ona görə dedim, qayıtmaqdır. Sən bundan qayıtmayınca tövbə etmiş sayılmırsan. Ona görə sələflər nə edirdilər? Əstəğfirullah sözünlə bəziləri kifayətlənirdi, qorxurdu və ətubu ileyhi deməyə. Çünki bu ikinci səsi ağırdı. Bir daha etməyəcəksən. Sən əstəğfirullah və ətubu ileyh deyib, yenə içirsənsə, bu tövbə sayılmır. Çünki tövbə qayıtmaqdır, bunu tərk etməkdir. Düz daxı? Sən bunu tərk etməmisən ki, tövbə etməmisən. Əstəğfirullah elə, mömin onsuz da eləyir. Söyür söyəndə əstəğfirullah eləyir. Qeybət edəndə əstəğfirullah eləyir. Amma tövbə etməyib, qayıtmayıb. İndi qaydanda nə baş verir Azər? Qaydanda isə tövbə edəndə, vallahi qiyamət günü soruşulmur, tərəziyə də qoyulmur. Yoxdur o günah ona görə. Amma o birisi, risk hansıdır risk? Bəli. Çünki dua da qəbul ola da bilər, olmaya da. Amma tövbə nəyə görə deyirik? 100%'dür. Bağışlanır. Çünki Allah vəd verib. Vəd verib. Tövbə edənlərin tövbəsini qəbul edir. Ola bilməz ki, bu Allah vədinə xilaf çıxa bilər? Yox. Sən tövbə etmirsən, gəlmirsən qiyamət günü günah hələm oradadır. Amma əstəğfirullahla orada ola bilər, qəbul etməyib Allah. Tövbə ilə amma yox. Ona görə
Lüğəti mənası rucudur, şər'i mənası da asilikdən itaətə qayıtmaqdır. Bir insan ki, günahda qala-qala əstəğfirullah edir, o günaha tövbə etməyib. O günaha tövbə etməyib. Bu, yeri gəlmişkən azər, istiğfarla tövbənin arasında fərqdir. İstiğfar, bir cümlədə istiğfarla tövbə deyildisə, istiğfar mücərrəd duadır, tövbəyə qayıtmaqdır. Yox, bir cümlədə istiğfar deyildisə, istiğfarın özü, tövbə də onun içindədir. Tövbə də onun içərisində. Adam var deyir, əstəğfirullah, Allahım məni bağışla, qayıtmağı da qəsd edir. O tövbə sayılır. Hə, çünki qayıtmaq əməli tərk etdim, əstəğfirullah. O artıq tövbə də içindədir. Ona görə istiğfar mücərrəd gəldisə tək. Bax, belə bir şey deyim sizə. Allah subhanahu və teala deyir ayədə, nə qədər ki sən onların içərisindəsən, onlara əzab yoxdur. Ənfal surəsində. Və nə qədər ki onlar istiğfar edirlər, onlara əzab yoxdur. Burada istiğfar, əgər bu danışığını başa düşdüysə, azər başa düşəcəksən. Burada istiğfar hansı istiğfardır? Heç kim deməz. Bax, ayəni deyirəm. Allah subhanahu və teala deyir ki, nə qədər ki sən onların arasındasan, Muhammed, onlara əzab yoxdur. Və nə qədər ki onlar istiğfar diləyirlər, onlara əzab yoxdur. İstiğfar əzabın gəlməsinə mane olur. Sual, hansı istiğfar? Nə deyirsiniz o qardaşın dediyinə axı? Razısınız axı? Yoxsa mücərrəd duadır orada. Nə qədər ki istiğfar diləyəcəklər, mücərrəd dua, onlara əzab gəlməyəcək. Onlara əzab gəlməyəcək, bu dünyada gəlməyəcək. Bu dünyada. Düz deyirsən qardaşım. Tövbə ilə olandır. Dedi, yaxı istiğfar tək gəldisə, yox, tövbə də içindədir. İstiğfar və tövbə gəldisə, istiğfar dua olur, tövbə qayıdış olur. Əhsən, arasında fərqi olmalıdır. Bu olanda tövbənin də içindədir. Ona görə sahabələrdən İbn Abbas deyirdi ki, Peyğəmbər aramızdan getdi, qaldı bir dənə bizim arxeyn olan. Əvvəl 2 idi, aramızdaydı, qaldı indi bir istiğfar. Onların dediyi istiğfar tövbə ilə olan istiğfardır. Əzab... Əhsən, mömin tək gəldisə, əhsən, o ləfslərdəndir. Bir siyaqda, gedişatda biri oldusa, onun içində bu da var. İndi ona görə İmam İbn Teymiyyə rahimehullah deyir ki, əzabın gəlməsinə mane olan istiğfar tövbə ilə yanaşı olan istiğfardır. Tövbə ilə yanaşı olmayan istiğfar əzabın gəlməsinə mane olmur. Ola bilər gəlsin sən əzab. Günah edirsən, əstəğfurullah edirsən, gələ bilərsən əzab. Və qiyamətdə də verilə bilərsən əzab. Allahu akbar. Amma tövbə ilə yanaşı olan istiğfar, qiyamətdə əzab yoxdur sənə. Və bu dünyada da onu əzabı qaldırır. Çünki baxın, əzabı gətirən şey nədir? Günah. Sən günahın etmirsənsə, günah etməmisənsə, qiyamət üçün əzab verəcəksən, hə? Yox. Əzabın gəlməsinə lazım edən şey nədir? Günah. Tövbə günah qaldırır yoxsa yox? Qaldırır. Deməli, sən tövbə ilə günahı qaldırdınsa, əzab ola bilər qiyamət günü? Yox. Əssalam. Budur. Başa sala bildim? Soruşaq.